Hər kəs salam, arzulayıram ki, yaxşısınız, arzulayıram ki, özünüzü yaxşı hiss edirsiniz. Gəlin görək fevral ayında bizləri, bürcləri, dünyanı nələr gözləyir. 2026-cı ilin fevral ayı olduqca vacibdir, çünki günəş tutulmamız olacaq və fevral ayında bir çox maraqlı, özünəməxsus göy hadisələrimiz var. Birincisi, fevral ayının 6-sında Merkuri keçir balıqlar bürcünə. Bu deməkdir ki, fevralın əvvəlləri biraz daha beynimiz, zehnimiz sakitləşəcək. Fevral ayında daha çox ruhani, mənəvi, spiritual mövzulara yönələ bilər, energetik mövzuları daha çox həyatımızda ön planda tuta bilərik. Və bundan əlavə olaraq fevral ayında zehni işlərə çox yönəlməyə uyğun olmayacaq. Biraz daha rahat, biraz daha sakit və daha ruhani ola bilərik. Fevral ayının birində bir dənə dolunayımız olacaq. Bu Şir bürcündə bir dolunaydır. Fevralın ilk günü olacaq. Bu deməkdir ki, yanvarın sonu, fevralın belə deyək, əvvəlləri ilk 15 günü təsirini görəcəyik. Şir dolunayı nə edir? Həyatımıza sevgi, eşq mövzularını gündəmə gətirir. Eşq, sevgi, emosional mövzular, amma necə emosional, yəni istəklər, arzular daha çox ön plana çıxa bilər. Əyləncəyə daha çox yönələ bilərik. Həyatdan daha yaxşı zövq ala bilərik. Həyatın keyfini çıxarda bilərik. Çox daha zövqlü, əyləncəli, maraqlı bir dönəmə girəcəyik. Bundan əlavə olaraq da həm də bu Şir bürcündəki dolunay bizi flörtləşməyə, həyatımızda, məsələn, əgər subayıqsa, təkiksə, yeni insanları həyatımıza çəkməyimizə və daha əyləncəli olmağımıza da səbəb verə bilər. Bu fevralın ilk 15 gününün genel abu-havasıdır. Bundan əlavə olaraq fevralın 10-u Venera keçir balıq bürcünə. Fevralın 10-undan sonra sevgi, eşq mövzularında çox daha duyğusal, həssas, emosional ola bilərik. Biraz daha bağlanmağa meyilli, həssas, bəlkə biraz keçmişi fikirləşən bir abu-havada ola bilərik. Venera balıq bürcündə olanda yüngüldən xəyal qırıqlıqlarına bir damcı meyilli bir dönəmdir. Amma özümüzü daha qəşəng hiss eləyəcəyimiz və sevginin, eşqin enerjisinin də coşacağı bir vaxtdır. Yəni fevral ayı son dərəcədə eşq mərkəzli enerjiləri özlərində daşıyır. Fevral ayı genel olaraq sevgi dolu bir aydır. Bunu deyə bilərik, yəni bu il 2026-nın fevralı. Bəs yaxşı, sonra nə olur? Ayın 14-sə Saturn Qoça keçir. Aha, bu çox böyük bir göy hadisəsidir. Saturnun Qoça keçməyi ilə bir yerdə balıq bürcləri, əkizlər, oxatan və qız bürclərinin canı rahatlayacaq. Belə ki, ayın 14-dən sonra Saturn Qoça keçir və bu 4 bürcün üstündən çox böyük bir yük gedir. Artıq rahatlayırsınız, dərin, rahat nəfəs ala bilərsiniz. Həyat, sevgi, huzur sizdən bir yerdə olacaq. Lakin Saturnun Qoça keçməyi bizim şəxsiyyət, kimlik, mənlik mövzularımızı gündəmə gətirir və öz şəxsiyyətimizlə bağlı, öz mənliyimiz və öz həyatdakı duruşumuzla bağlı imtahanlardan keçəcəyimiz 3 il yarımlıq bir perioduna qapısını açır. Ayın 17-si bu ən çox qoçlara təsir eləyəcək. Bundan əlavə tərəzi bürclərinə, oğlaq və xərçəng bürclərinə. Ayın 17-si isə böyük bir günəş tutulmamız var. Günəş tutulması Azərbaycan xəritəsi ilə baxanda, belə ümumiyyətlə dünyanın da xəritəsi ilə baxanda, genel olaraq Dolça bürcünün son dərəcələrində baş verəcək və olduqca güclü bərk enerjilər özlərində daşıyır. Belə ki, Urandan çox güclü bir təsir alır və Dolça bürcündədir. Yəni bu nə deməkdir? Həyatımızda ani hadisələr baş verəcək. Fevral ayında bir anda gözlənilməyən hadisələr baş verə bilər. Bu insandan insana dəyişəcək, doğum xəritəsinə görə dəyişəcək, amma ani və sürətli hadisələr, əsasən bu borc, kredit, miras, əsasən Azərbaycanda, indi mən Azərbaycan üzrə baxıram, ən çox Azərbaycan üzrə baxanda ən güclü təsir borc, kredit, miras, ortaqlıq işlərdən gələn qazanc kimi mövzularla bağlı ani hadisələr baş verə bilər. Cinsəllik, seksuallıq, spiritualizm, ruhsal mövzular kimi temalarda da ani hadisələrin baş vermə ehtimalı olduqca böyükdür. Bu Dolça dolunayı çox güclü təsir daşıyır. Dostluqlarla bağlı ani qopuşlar yaşana bilər. Həyatımızda yeni dostluqlar girə bilər və ya hədəflərimiz, arzularımız, xəyallarımızla bağlı ani hadisələr yaşaya bilərik. Uzun sözün qısası dostluqlarımızı, ümidlərimizi, xəyallarımızı, arzularımızı ön plana çıxardıb bu mövzularda ani dəyişim gətirə biləcək. Həyat yoldaşımıza maddi qazancı, ortaq işdən gələn qazanc, borc, kredit kimi mövzuları gündəmə gətirib ya da cinsəllik kimi mövzuları, travmalar kimi mövzuları gündəmə gətirib ani bir hadisənin baş vermə ehtimalı çox böyükdür. Biraz da belə yumşaq bir şəkildə izah edəsəm. Lakin bu həm də çox güclü bir təsirdir. Belə ki, 8-ci evdə Azərbaycan xəritəsinə baxanda 8-ci evdə baş verən bu dolunay, daha doğrusu günəş tutulması bizim rituallarımız, energetik praktikalarımızda da çox güclü işləyəcək. Yəni bizdə rituallar çox daha bərk işləyə bilər, ruhani praktikalardan çox daha güclü və sürətli nəticələr ala bilərik. Yəni hamımız üçün olduqca önəmli və vacib bir perioddur.
Bununla yanaşı fevralın 18-i günəş balığa keçir, artıq balıq bürcü enerjisi başlayır, yenə sakitləşirik və fevralın 26-sından bəri isə fevralın 26-sından sonra isə Merkur retrosu başlayır. Fevralın 26-sından sonra çox diqqətli olmalısınız. Yəni yeni layihələrə girməməli, yeni bir şeylərə imza atmamalısınız. Vacib, önəmli texnoloji bir şeylər varsa, yəni dokumentlər varsa bunları kopyalamalısınız. Yəni bunlara olduqca diqqət etmək lazımdır. Çünki Merkur retrosu zamanı keçmiş sevgililər qayıda bilir, belə problemli enerjilər ola bilir, ortalıq biraz qarışa bilir, bəzi şeylər qarma-qarışıqlıq içinə girə bilir. Bunu yaşamaq istəmirsinizsə, mütləq bir şəkildə fevralın 26-sından sonra, hətta biraz da əvvəlindən, fevralın 20-sindən etibarən ehtiyatınızı alın və səyahətlərinizi və s. bu tarixə salmayın. Ən yüksək xeyrinizə xidmət eləsin, ən möhtəşəm olsun. Gəlin görək bürcləri nələr gözləyir. Əziz Qoç bürcüləri və xüsusən də yüksələn bürcü Qoç olanlar, gəlin görə fevral ayında sizi nələr gözləyir. Əziz Qoç bürcüləri, fevral ayında əsasən də yüksələn bürcü Qoç olanlar, əsaslı fokusunuz, dostluqlar, ümidləriniz, arzularınız, xəyallarınız, hədəfləriniz olacaq. Hədəflərinizə, xəyallarınıza, arzularınıza fevral ayında daha çox yönələ bilərsiniz. Dostluqlarınızla bağlı müəyyən qədər dava-dalaşlar, gərginliklər və mübarizələr yaşaya bilərsiniz. Fevral ayı daha çox enerjinizi, gücünüzü ortaya qoyub hədəflərinizə doğru gedəcəyiniz bir ay olacaq. Fevral ayının ilk günündə sizin 5-ci evinizdə bir dolunay olacaq. Yəni ki, yanvarın sonu, fevralın ilk əvvəli, ilk 15 gün ərzində sevgi, eşq mövzuları həyatınızda gündəm ola bilər. Eşqə daha çox yönələ bilərsiniz. Sevgiyə əsaslı bir nömrəli gündəminiz ola bilər. Daha flörtöz ola bilərsiniz. Uşaqlarınız varsa, uşaq mövzuları gündəmə gələ bilər. Fevralın 6-sındasa Merkuri balıq bürcünün 12-ci evinizə keçir. Ruhani dönəminiz başlayır. Olduqca ruhani olacaqsınız. Mənəvi enerjiniz son dərəcədə güclü olacaq. Elədiyiniz rituallar, ruhani praktikalar daha yaxşı işləyə bilər. Amma zehni olaraq zehniniz biraz qarışıq ola bilər, beyniniz biraz qarışa bilər və biraz məntiqdən uzaqlaşa bilərsiniz. Fevral ayının 10-una baxandasa Venera sizin 12-ci evinizə keçir. Fevral ayının 10-undan sonra sevgi, eşqdən bağlı o qədər də ideal deyil. Biraz da ehtiyatlı olmaq lazımdır. Sevgidən yana yüngül xəyal qırıqlıqları, ya da belə həssaslıq, ekstra duyğusallıq, ya da köhnə insanları düşünmək kimi mövzular gündəmə gələ bilər. Pul cəhətdən də əliniz biraz bərk olsun, pul itirməməyə qarşı. Demirəm itirərsiniz, amma yəni sizin əliniz bərk olsun. Əziz Qoçlar, fevralın 14-dən sonra həyatınız dəyişir. Saturn keçir Qoç bürcünə. Bu birdən belə həyatınız dəyişməyəcək, amma qarşıdan gələn 3 illik yeni bir dövrə başlayırsınız. Demək, keçən ilin yay ayında, sentyabrın 1-nə qədər, yəni keçən ilin iyulunda, avqustunda, sentyabrın 1-nə qədər olan tarixdə hansı mövzularda sınanmışdınız? Bunu yaxşı yadınıza salın. Çünki həmin mövzular, hansı mövzular gündəm idi həyatınızda? Bax, həmin mövzular yenidən gündəmə gələcək və bu dəfə 3 illik gündəmə gələcək. 3 il ərzində siz bu mövzularla bağlı dərin şəfalanmalar yaşaya bilərsiniz, ya da bu mövzular, bunlar nədirsə, bunlarla bağlı olgunlaşa bilərsiniz. Siz fevral ayının 14-dən sonra Saturn sizin bürcünüzə keçir və 3 il sizin bürcünüzdə qalacaq. Saturn sizi müəyyən qədər sınayacaq, qarşınıza sınaqlar gətirəcək. Amma həm də sizi böyüdəcək, inkişaf elətdirəcək, olgunlaşdıracaq. Bir Qoç bürcü üçün böyümək, olgunlaşmaq çox uyğun bir şey deyil. Çünki Qoç bürcüləri həmişə uşaq kimidir. Amma əliyə taxtalı bir müəllim gəlir başınıza. Yəni sizi biraz disiplinə salacaq. Bilirəm, Saturn da məncə çətinlik çəkəcək sizlə uğraşanda, amma bu sizin xeyrinizə olacaq. Düzdür, çətinlikləriniz olacaq, amma sizin xeyrinizdə olacaq və bu sadəcə fevral deyil, 3 illik bir perioddur. Önəmli bir dönəmə girirsiniz. Böyüyəcəyiniz, dəyişəcəyiniz, karmalarınızla üzləşəcəyiniz, amma həm də inkişaf edəcəyiniz bir dönəm olacaq. Fevral ayının 17-si isə günəş tutulması baş verir və sizin 11-ci evinizdə. 11-ci ev çox yaxşı bir evdir, xüsusən sizin tərəfdən. 11-ci ev, yəni Qoç bürcüləri üçün çox önəmli bir mövzudur. Çünki 11-ci ev ümidlər, arzular, xəyallar, hədəflərdir və bu mövzularla bağlı köklü böyüklər transformasiyalar, dəyişimlər yaşana bilər, dostluqlardır. Yəni, həyat hədəflərinizə gedən yolda çox böyük dərin dəyişimlər yaşaya bilərsiniz, böyük transformasiyalar təcrübə edə bilərsiniz. Dostluqlarınızda böyük dəyişim yaşana bilər, sosial çevrənizdə, populyarlığınızda çox böyük köklü dərin dəyişimlər və transformasiyalar təcrübə edə bilərsiniz. Biraz dost itirə bilərsiniz və bu sadəcə fevrala aid deyil, bütün 2026-ya aiddir. Çünki dolça dolunayı bütün 2026, daha doğrusu dolça günəş tutulması bütün 2026-ya təsirini göstərir. Ona görə də 2026-nın əsaslı məqamı sizin üçün hədəfləriniz, arzularınız, xəyallarınız mövzularında köklü böyük dərin dəyişimlər və dostluqlar, sosial çevrəniz barədə, populyarlıq barədə köklü böyük transformasiyalar yaşamağınızda karmavızdan asılı olaraq yaxşı ya da pis ola bilər. Fevral ayının 18-də günəşin 12-ci evinizə keçməyi ilə bir yerdə kişilər barədə biraz ehtiyatlı olmalı, kişilərə çox da güvənməməli və etibar etməməlisiniz. Demirəm bütün kişilərə qarşı ehtiyatlı olun, amma biraz kişilərdən yana fevral ayının 18-dən mart ayının təxminən 20-sinə qədər bir damcı daha
problemi, xüsusən güclü kişi, avtoritet fiqurlara qarşı biraz problem yaşamağa meyillisiniz, amma ruhani enerjiniz fevral ayında zirvəyə qalxır da. Yəni siz belə tak eləyəcəksiniz, istəkləriniz də olacaq az qala. O qədər ruhani enerjiniz güclüdür. Amma bu işte biraz kişilərdən yana problem də gətirə bilər. Və fevral ayının 26-sı Merkuri 12-ci evinizdə retro edir. Yəni 12-ci eviniz qaynayır. Fevral ayının əsaslı gündəmi sizin üçün sevgidən yana gizli düşmənliklər, gizli mövzular, şuuraltı, ruhsallıq, spiritualizm kimi məqamlardır. Fevral ayının 26-sından sonra bir dönəm 12-ci evinizdəki retro pozisiyada Merkuri sizi bir damcı yoracaq. Amma keçib gedəcək, narahat olmayın. Müvəqqətidir. Mart ayının 20-sinə qədər təxminən təsirini göstərəcək. Həmin dönəmdə gizli mövzular, beyninizi qarışdıran mövzular, ya da gizli düşmənliklər, ya da üzünüzə görüb arxanızca danışan insanlarla üzləşmələr yaşaya bilərsiniz. Qohumlar, qonşular, qardaş-bacı kimi insanlarla biraz problemlər yaşaya bilərsiniz. Bilirəm, sizə tamamən gülük gülistanlıq şeylər demədim, amma nəzərə alın ki, çox yaxşı 11-ci evinizdə bir dənə günəş tutulması var. Yəni mənim bütün bu dediyim çətin, negativ şeylər heç biri sizin 11-ci evinizdə baş verən günəş tutulması qədər belə deyək də, önəmli deyil və baş verən günəş tutulması çox güclü və yaxşı bir günəş tutulmasıdır. Yəni 11-ci ev böyük şans qapıları deməkdir. Ona görə də negativ, buradakı biraz sərt təsirləri bir kənara qoyun və fevral ayından yana enerjinizi pozitiv tutun. Çünki çox önəmli bir günəş tutulması, sizin xeyrinizə olan bir günəş tutulması baş verir. Ən yüksək xeyrinizə xidmət edəsin fevral ayı sırf öz bürcü qoç olanlar üçün də bəzi sözlər demək istəyirəm. Sırf öz bürcü qoç olanlar fevral ayında maddi mövzulara bol-bol yönəlib, maddi mövzularda irəliləyə bilər, iş dəyişikliyi yaşaya bilər, ya da iş həyatınızda yüksəliş yaşaya bilərsiniz. Həyatınızda hərəkətlənmələr, gedişat, maşın yolu səyahətləri ya da ümumiyyətlə səyahətlər gündəmə gələ bilər. Maddi mövzular ən əsaslı olaraq sizin fevral ayındakı gündəminizdir və bundan əlavə olaraq özünüzə güvənəcəyiniz, sağlam olacağınız, bərk hiss edəcəyiniz, öz gücünüzə inanacağınız önəmli progresin, inkişafın, irəliləmənin olduğu olduqca dəstəkləyici və güclü bir dönəmdəsiz. Yəni ki, əziz qoç bürcləri, fevral ayı olduqca gözəldir sizin üçün. Ən yüksək xeyrinizə xidmət edəsin qoçlar. Videomu bəyənirsə bəyənməyi, komment yazmağı və dostlarınızla bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz Buğa bürcüləri və xüsusən yüksələn bürcü Buğa olanlar, gəlin görək fevral ayında sizi nələr gözləyir. Əziz Buğa bürcüləri, fevral ayının əsaslı gündəmi karyera, iş, güc, pul, maddi mövzulardır. Fevral ayında bol-bol karyeranıza yönələ bilər, işinizə yönələ bilərsiniz. İş həyatı sizin üçün olduqca önəmli və gündəmdə olacaq. Dostluqlarınız ön planda olacaq. Karyeradan gələn qazançlar, xəyallarınız, ümidləriniz, arzularınız fevral ayının əsaslı gündəmidir sizin üçün. Fevral ayı sizin üçün olduqca dəstəkləyici və gözəl enerjilər öz üzərində daşıyacaq. Fevral ayına baxdığım zaman biraz da duygusal və həssas olacağınız, emosional olacağınız, zaman-zaman hissiz, zaman-zamansa çox həssas olacağınız bir dönəmdir. Və biraz da qəribə, ruhani tərəfləriniz də ortaya çıxa bilər. Fevral ayının ilk günündə 4-cü evinizdə bir dolunay olacaq. Bu deməkdir ki, yanvarın sonu, fevralın ilk 15 gününə qədər olan ərəfədə ailə, ev, yuva mövzuları gündəmə gələ bilər. Ailə, ev, yuva ilə bağlı ya da yaşadığınız yerlə bağlı bir dəyişim yaşaya bilərsiniz. Ya da evdəkilərlə bağlı münasibətlər gündəmə gələ bilər. Ev xalqı ilə ya da fiziki olaraq evlə əlaqədar mövzular ya da yaşadığınız yerlə bağlı dediyim kimi mövzular bol-bol gündəmə gələ bilər. Bu mövzularda dəstəkləyici mövzular, bəzən bəlkə gərginliklər, bəzən bəlkə bir tamamlanmalar özünü göstərə bilər. Fevral ayının 6-sı Merkuri sizin 11-ci evinizdə keçir. Bol-bol sosial çevrənizə yönələ bilər, dostluqlarınızla bol-bol zaman keçirə bilərsiniz. Fevral ayının 10-u, fevral ayının birincisi ilk günləri sizin üçün çox şanslıdır. Karyeradan yana yüksəliş, uğur, nailiyyət, yəni yanvarın sonu, fevralın əvvəlləri belə bir ehtimal var idi. Əgər belə bir şey yaşamısınızsa nə gözəl, yaşamamısınızsa fevralın davam edici günləri də bunu yarada bilər. Fevralın 10-unda Venera 11-ci evinizə keçir. Uğur, nailiyyət, yaxşı, şanslı, gözəl enerjilərini sizə tapmağı, şansın sizdən yana olmağı, dostluqlardan yana dəstək, qadın dostluqlardan yana dəstəklər görmək kimi mövzular genel olaraq gündəmə gələ bilər. Bundan əlavə olaraq ümidlərinizə, arzularınızə, hədəflərinizə gedən yolda yollar sizin üçün açıla bilər, qapılar açıq ola bilər və dostlarınızdan yana dəstəklənə bilərsiniz. Fevral ayındasa həm də eyni şəkildə 14-ü Saturn keçirsin 12-ci evinizə. Uzun 2-3 ildə dostluqlarınızla bağlı zaman-zaman verdiyiniz sınaqlar, çətinliklər və hədəfləriniz, arzularınız, xəyallarınızla bağlı verdiyiniz müəyyən çətinliklər, mübarizələr bitir. Fevral ayının 14-dən etibarən öz şuuraltınız, ruhani mövzular və karmalar gündəmə gələcək və 3 il gündəmdə
qalacaq. Fevral ayının 17-sində isə 10-cu evinizdə güclü bir günəş tutulması olacaq. Karyera həyatınızdan bağlı böyük dəyişim yaşaya bilərsiniz. Bu sadəcə fevral ayında yox, bütün 2026-da olacaq. Fevral ayının 17-si baş verən bu günəş tutulması ümumiyyətlə həm ola bilər ki, fevral ayında, həm də bütün 2026-cı ildə karyera həyatınızda böyük dərin dəyişimlər, transformasiyalar təcrübə eləməyinizə və iş həyatınızda böyük dəyişimlər yaşamağınıza, yeni bir işə girməyinizə, işdən çıxmağınıza, iş dəyişməyinizə, karyera həyatında böyük dərin dəyişimlər yaşamağınıza ehtimal ki, səbəb verəcək. Fevral ayının 26-sı Merkur retrosudur. Fevral ayının 26-sından sonra biraz ehtiyatlı olmaq lazımdır. Əsasən fevralın hətta 20-sindən sonra biraz diqqətli olun. Dostluqlar barədə, dostluqlardan yana fevralın 20-sindən sonrası o qədər də yaxşı deyil və vacib, önəmli dokumentlər varsa kopyalayın. Xüsusən fevralın 20-sindən martın 20-sinə qədər hansısa bir dostlarınızın çox yaxşı olmayan ya da problemli dostluqlarınızın olduğunu görə bilərsiniz. Yəni yaxşı kimi görsənən bəzi dostlarınız yaxşı çıxmaya bilər. Ona görə biraz ehtiyatlı olmanızda fayda var. Sırf öz bürcü boğa olanlar, gəlin görək sizi nələr gözləyir fevral ayında. Əziz boğa bürcləri, fevral ayında maddi olaraq bolluq və bərəkət içində ola bilər. Pul mövzularına genel olaraq yönələ bilərsiniz. Lakin gizli düşmənliklər də gündəmə gələ bilər. Müəyyən düşmənliklərlə mübarizə verə bilərsiniz. Üzünüzdə gülüb arxanızca danışan insanlar gündəmdə olacaq. Hər şey çox etik olmayacaq. Qeyri-etik insanlar ya da yalançı insanlar ya da problemli insanlar da olacaq. Amma mən düşünürəm ki, siz qalib gələcəksiniz hamısına. Güc sizlə yana olacaq. Fevral ayında biraz çirkəfliklər var, belə deyək. Amma narahat olmayın, siz həll edəcəksiniz. Sizin böyük bir gücünüz, enerjiniz var və maddi olaraq da çox güclü bolluq bərəkət enerjiniz var. Maddi mövzular genel olaraq əsasən ən əsas gündəmdədir sizin üçün fevral ayında. Əziz boğalar və yüksələn bürcü boğa olanlar, fevral ayı sizin üçün möhtəşəm olsun. Videonu bəyəndinizsə bəyənməyi, komment yazmağı və başqa bürclərdən bölüşməyi unutmayın. Ən yüksək yerinizə xidmət edəsiniz. Sevgi və işıqla qalın. Əziz əkizlər bürcləri və xüsusən yüksələn bürcü əkizlər olanlar, gəlin görək fevral ayında sizi nələr gözləyir. Əziz əkizlər, xüsusən yüksələn bürcü əkizlər olanlar, fevral ayı biraz qarışıq bir aydır sizin üçün. Həm maraqlı şeylər, həm biraz qarışıq mövzular var. Fevral ayının ilk günlərində 3-cü evinizdə baş verəcək dolunay yaxın çevrə, qohum, əqrəbə, qonşu, qardaş, bacı kimi insanları gündəmə gətirə bilər. Yeni təlimlər ala bilərsiniz, özünüzü inkişaf elətdirə bilərsiniz. Yeni təhsillər, yəni özünü irəlilətmək kimi mövzular gündəmdə ola bilər. Fevral ayının 6-sında Merkuri 10-cu evinizdə keçir. Karyera, iş, güc əsasən əsaslı gündəminiz olacaq. Fevral ayının 10-unda Venera direkt sizin 10-cu evinizə keçir və karyeradan yana fevral ayında uğurlar, nailiyyətlər, vəzifə yüksəlişi ya da qadınlardan yana dəstəklər görmək, iş və karyera mövzularında uğurlu, status mövzularında uğurlu gözəl enerjilərin olmağı, qadınların isə çox gözəl görsənməyi mənasına gəlir. Bundan əlavə fevral ayında Merkuri də Dolçada və Balıqda olacaq. Bu deməkdir ki, zaman-zaman ağlınız, zəkanız çox kəskin işləyəcək. Amma fevral ayının belə deyək də bir yerindən sonra, yəni 6-sından sonra biraz daha ruhani, spiritual, mənəviləşə bilərsiniz və biraz sakitləşə bilərsiniz. Fevral ayının 14-də isə təbrik edirəm, Saturn artıq Balıqdan çıxır. Bu deməkdir ki, həyatınızın çətin, sınaqlı, imtahanlı, problemli dönəmi bitir və rahatçılıq başlayır. Bu birdən belə fevralın 14-ü birdən göydən belə bir işıq düşüb sizə həyatınızı gözəlləşdirməyəcək, amma zaman içində görəcəksiniz ki, üstünüzdəki belə yüklər gedir. Fevral ayının 17-sində isə güclü bir 9-cu ev tutulmanız olacaq. Bu günəş tutulması xaricə köçmək, yeni yerləri səyahət etmək, yeni yerlərə getmək enerjisidir. Nəinki fevral ayında 2026-cı ildə bu mövzular gündəmə gələ bilər. Xaricə köçə bilərsiniz, yeni yerləri gəzə bilərsiniz, yeni bir təhsil ya da dini, mənəvi, ruhani olaraq köklü böyük dərin dəyişimlər yaşaya bilərsiniz. Fevral ayının 18-i günəş 10-cu evinizə keçir. Karyera, iş, güc yeni əsaslı gündəminizdədir və karyera həyatınızda parıldaya bilərsiniz. Fevral ayının 26-sında isə Merkuri Balıq bürcündə retropozisiyadadır. Fevralın 26-sından sonra sizin üçün yaxşı bir dönəm deyil. Xüsusən fevralın 26-sından martın 20-sinə qədər olan dönəm enerjiniz düşə bilər, həssası hiss edə bilərsiniz, beyniniz qarışa bilər və özünüzü cəmləməkdə çətinlik çəkə bilərsiniz. Çünki sizi idarə edən planet olan Merkuri həm zəif olduğu bürcü olan Balığa keçəcək, həm də retroya olacaq. Yəni ki, fevralın 26-sından martın 20-sinə qədər karma ödəyə bilərsiniz. Amma narahat olmayın, dünyanın axırı deyil, yəni Merkuri karmasıdır. O qədər və sizin ən böyük, ən ağır olan Saturn sizdən yaxasını çəkib. Ona görə də narahat olmayın, nə olursa rahat olar və o qədər də çətin olmaz. Yəni uzun sözün qısası fevral genel olaraq sizin üçün yaxşıdır. Karyeradan yana dəstəkləndiyiniz, uğurlu olmağa meyilli olduğunuz və yüklərinizdən qurtulduğunuz güclü və iddialı bir aydır. Xüsusən öz bürcü əkizlər olanlar, sizə də bir neçə cümlə demək istəyirəm. Fevral ayında sevgi, eşq mövzuları gündəmə gələ bilər. Sevgi mövzuları ilə bağlı böyük yüzləşmələr
gəlişmələr yaşaya bilərsiniz. Qisas almaq ya da sizə köhnədən kinli, içində bir qisas hissi olan biri gündəmə gələ bilər. Fevral ayı sizin üçün çox vacibdir. Yəni 3 güclü enerji sizin üçün işləyəcək. Bu deməkdir ki, həyatınızda sevgi, eşq, birlik, ortaqlıq işlər gündəmə gələ bilər. Böyük üzləşmələr, qarşılaşmalar və böyük dərin dəyişimlər yaşana bilər və talehin özünün qismətsəl, talihsəl belə qismət deyədiyimiz hadisələr yaşana bilər. Həyatınızda Şirbuğa, Əqrəb ya da Dolça bürcü biriləri gündəmə gələ bilər. Yəni küllərinizdən doğulacağınız, gücünüzün ön planda olacağı qismətsəl hadisələr yaşayacağınız və önəmli, güclü, dərin, transformativ bir dönəmdəsiniz. Əziz əkizlər bürcüləri və yüksələn əkizlər olanlar, videoya baxdığınız üçün təşəkkür edirəm. Videomu bəyənməyi, komment yazmağı və ya digər əkizlər bürcüləri ilə də bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz xərçəng bürcüləri və xüsusən yüksələn bürcü xərçəng olanlar, gəlin görə fevral ayında sizi nələr göstərir xərçəng bürcüləri. Fevral ayına baxdığım zaman gördüyüm ilk şey odur ki, ikinci evinizdə güclü bir dolunay var. Fevral ayının ilk zamanlarında maddi mövzular həyatınızın əsaslı gündəmi olacaq. Pul, öz qazancınız, maddi durumunuz, pulla bağlı hadisələr həyatınızda bol-bol gündəmə gələ bilər. Böyük miqdarda pulların gəlməyi ya da getməyi ya da pulla bağlı yeni qapıların açılmağı, bununla bağlı inkişaf, hərəkətlənmə kimi mövzular əsasən də yüksələn bürcü xərçəng olanların fevral ayındakı əsas gündəmidir. Bundan əlavə olaraq xərçəng bürcüləri fevral ayının 6-sı Merkurinin 9-cu evinizə keçməyi ilə birlikdə xaric, din, təhsil, səyahət, fəlsəfə, yeni şeylər öyrənmək kimi mövzularda gündəmə gələ bilər. Fevralın 10-undan sonrası Venera 9-cu evinizə keçir. Xaricə getmək, gəzmək, səyahət eləmək, yeni bir ölkə görmək, ruhani, dini, mənəvi olaraq inkişaf eləmək ya da təhsildən yana şans, bu tərz mövzular fevralın 10-undan sonra və mart ayının düz 6-sına qədər davam edəcək. Bu tarixlər arasında harasa gedə bilərsiniz, səyahət edə bilərsiniz, mənəvi olaraq inkişaf edə bilər, ruhani olaraq böyüyə bilər ya da təhsil akademik mövzularda böyük uğurlar qazana bilərsiniz. Xərçəng bürcüləri fevral ayının 14-ü isə Saturn sizin 10-cu evinizə keçəcək. Bu deməkdir ki, 3 ildir ruhani, mənəvi, spiritual mövzularla bağlı ya da dini mövzularla bağlı qarşılıqlar varsa bunlar bitir. Xaricdə yaşayırsınızsa bununla bağlı problemlər bitir və daha rahat bir dönəmə girirsiniz. Amma karyeranız əsaslı olaraq gündəmə gələcək. Karyera, iş, güc mövzularında qarşıdan gələn 3 il sizin üçün önəmli və sınayıcı bir 3 ildir. Demirəm pis keçəcək. Sadəcə dərslər alacağınız, böyüyəcəyiniz, inkişaf edəcəyiniz və zaman-zaman karmalarla üzləşəcəyiniz, məsuliyyətsizliklərinizin çətin qarşılıqları olacağı, yəni sizi böyüdəcək. Əli taxtalı bir müəllim sizin karyera evinizə gəlir və bütün həyatınıza təsir edəcək. Yəni 3 il ərzində ya olğun, böyük, ağıllı, belə sakit birinə çevriləcəksiniz, ya da Saturn sizi biraz incidəcək. Fevral ayının 17-si isə 8-ci evinizdə bir dənə günəş tutulması olacaq. Bu deməkdir ki, həm fevral ayında, həm də bütün 2026-cı ilin əsaslı gündəmi karyeradan gələn, ya da doğrusu ortaqlıq işdən gələn qazanclar, həyat yoldaşının maddi durumu, spiritualizm, enerji, sehir, mistizm, mistika, bundan əlavə borc, kredit, miraslar, ortaqlıq işiniz varsa oradan gələn qazanclar, bu tərz mövzular 2026-cı ilimizin əsas gündəmidir. Yəni 2026-cı ildə ruhani, mənəvi mövzular dəhşətli gündəmə gələ biləcəyi kimi borc, kreditlər də gələ bilər, yoldaşınızın qazancı ya da ortaqlıq işdən gələn qazanclar ya da cinsəllik, seksuallıq kimi mövzular çox bərk bir şəkildə gündəmə gələ bilər. Fevral ayının 18-i günəş keçir 9-cu evinizdə, xaricə getmək, gəzmək, fevralın sonları, martın əvvəlləri, xaricə getmək, gəzmək, mənəvi, ruhani olaraq inkişaf eləmək kimi mövzular bol-bol gündəmə gələ bilər. Fevral ayının 26-sında isə Merkuri 9-cu evinizdə transit eləyir. Yəni xarici, din, təhsil, səyahət, fəlsəfə kimi mövzularla bağlı axsaqlıqlar, dayanmalar, problemlər, sıxıntılar ya da karmaların ödənməyi ya da uzun müddətdə eləmək istədiyiniz amma edə bilmədiyiniz bir şeyin bu mövzularda gündəmə gəlməyi aktual ola bilər. Sırf öz bürcü xərçəng olanlar sizə də fevral ayı ilə bağlı demək istədiyim bəzi şeylər var. Əziz xərçəng bürcüləri fevral ayında xaricə gedə bilərsiniz siz də, gəzə bilərsiniz, səyahət edə bilərsiniz, yeni yerlər görə bilərsiniz ya da hədəflərinizə, arzularınıza, xəyallarınıza doğru böyük bir enerji güclə irəliləyə bilərsiniz. Atanızla bağlı keçmiş, ya ata ya da həyat yoldaşı ya da önəmli bir kişi fiquru ilə bağlı keçmişinizdə güvəninizi qıran hansı güclü bir kişi fiquru varsa bu güclü kişi fiquru gündəmə gələ bilər və bununla bağlı içinizdə yara kimi olan şeylər şəfalana bilər, sağala bilər. Hədəflərinizə gedəcəyiniz, gücünüzü toparlayacağınız, enerjinizin ön plana çıxacağı olduqca iddialı, önəmli və güclü bir dönəmdə olacaqsınız əziz xərçəng bürcüləri. Arzulayıram ki, fevral ayı möhtəşəm olsun xərçəng bürcüləri. Videonu bəyənməyi, komment yazmağı və dostlarınla digər xərçəng bürcülərindən bölüşməyi unutma. Sevgi və işıqla qal.
Əziz şir bürcləri və xüsusən yüksələn bürcü şir olanlar, gəlin görək fevral ayında sizin nələr gözləyir şir bürcləri. Fevral ayının ilk günündə sizin öz bürcünüzdə dolunay baş verəcək. Yanvarın sonları və fevralın ilk 15 gününə qədər olan periodda özünüz görünüşünüzlə bağlı dəyişimlər yaşaya bilərsiniz. Görünüşünüzü dəyişdirə bilər, yeni paltarlar ola bilər, yeni bir stilə, tərzə keçə bilər, daha duyğusal, emosional hiss edə bilərsiniz və özünüz, özmənliyiniz, görünüşünüz, sağlamlığınız kimi mövzular fevral ayının ilk vaxtlarında əsaslı gündəminizdir. Bundan sonrası fevral ayının 6-sından sonra Merkuri 8-ci evinizə keçir və əsasən də 10-undan sonra Venera 8-ci evinizə keçir. Fevral ayının 10-undan sonra həyat yoldaşının maddi durumu, ortaq işdən gələn qazanclar, borc, kredit, miras kimi mövzularda yana çox şanslı olacaqsınız. Ruhani, spiritual mövzularda da çox şanslı olacaqsınız. Əgər evlisinizsə ya da ortaqlı bir işiniz varsa, oradan gələn qazanc pul arta bilər ya da gözlədiyiniz bir pul, borc və s. varsa bunlar gələ bilər və bərəkətli bir dönəmə girəcəksiniz. Cinsel, seksual enerjidən planda olacaq, lakin sevgidən yana yaxşı bir dönəm olmayacaq. Yəni biraz krizlər, problemlər, xaoslara daha meyillidir. Fevral ayının 14-ündə isə Saturn keçir 9-cu evinizə, yəni bu deməkdir ki, Saturn 8-ci evinizdən çıxacaq. Həyat yoldaşının qazancı ilə, borcla, kreditlə, mirasla əlaqədar çətin, zorlayıcı, sınaqlı dönəminiz var idisə, bu dönəm demək olar ki, bitəcək yavaş-yavaş fevral ayında və 2026-cı ildə. Lakin ruhani mövzular, spiritual mövzular, inanc, din, bu tərz mövzularla bağlı ya da xarici mövzular ilə bağlı biraz sınaqlı bir dönəmə girə bilərsiniz 3 illiyinə. Ondan sonra fevral ayının 17-si Günəş tutulması olacaq. Sizin 7-ci evinizdə evlənə bilərsiniz, ailə qura bilərsiniz. Evliliyiniz yaxşı getmirsə boşana bilərsiniz. Yəni hər şey ola bilər. Bildiyim şey odur ki, ciddi münasibət, evlilik, ortalıq işlərlə bağlı böyük dəyişim yaşayacaqsınız. Bu evlənməkdirmi, problemli münasibətin düzəlməyidirmi, boşanmaqdırmı, ya da həyatınıza yepyeni birinin girməyidirmi? Bunu bilə bilmərəm. Amma bu sırf fevral ayında yox, bütün 2026 boyu təsirini göstərəcək və çoxdan da təsiri başlayıb. Bəlkə artıq çoxdan yaşamısınız 2-3 ay qabaq, 4 ay qabaq, bilmək olmaz. Amma yenə də fevral ayında da ehtimal ki, gündəmə gələcək. Bundan əlavə olaraq fevral ayının 18-də isə Günəş sizin 8-ci evinizə keçir və 26-sında Merkur retrosu başlayır. Fevral ayının 26-sından sonra borc, kredit kimi mövzulara girişməməlisiniz, ehtiyatlı olmalısınız. Nə həyat yoldaşının maddi durumu, nə ortaq işdən gələn qazanclara etibar etməməlisiniz. Öz maddi durumunuzu ön planda tutmalısınız. Sırf öz bürcü şir olanlar, gəlin sizə də bəzi şeylər deyim. Fevral ayı sizin üçün olduqca şanslı və gözəldir. Maddi olaraq bolluq bərəkət içində ola bilərsiniz. Fürsətlər, şanslar gəlib sizi tapa bilər. Qadınlar özünü daha çox sevilən, daha çox dəyər görən hiss edə bilər. Kişilər sevgi dolu, belə gözəl hisslər də ola bilər. Yəni qadınlar əsasən də ana ilə bağlı dəstək ala bilərlər. Fevral ayında bundan əlavə olaraq daha doğrusu hər kəs anasından ya da həyatındakı önəmli bir qadından dəstək ala bilər şir bürcləri. Biraz rəqabətlər, biraz yüngül kin, nifrət kimi mövzular da zaman-zaman gündəmə gələ bilər. Ana ilə əlaqədar yox ümumiyyətlə, amma genel olaraq fevral ayı sizin üçün çox bərəkətli, şanslı və gözəldir. Yəni ki, əziz şir bürcüləri, fevral ayı sizin üçün çox güclü, iddialı və maraqlı bir aydır. Ən yüksək xeyrinizə xidmət edəsən videomu bəyəninizdə bəyənməyi, komment yazmağı, dostlarınızla bölüşməyi, digər şir bürcüləri ilə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz qız bürcüləri və xüsusən də yüksələn bürcü qız olanlar, gəlin görək fevral ayında sizi nələr gözləyir. Əziz qız bürcüləri, fevral ayının ilk vaxtlarında, ilk günlərində 12-ci evinizdə bir dolunay var. Biraz daha duyğusal, həssas başlayacaqsınız fevral ayına, emosional ola bilərsiniz, beyniniz qarışa bilər, gizli mövzular gündəmə gələ bilər. Əgər gizli düşmənliklər varsa, bunlar gündəmə gələ bilər. Kim dostunuzda, kim düşməninizdə daha yaxşı başa düşə bilərsiniz və biraz daha belə deyək də duyğusal, beyni qarışıq, yuxuları qarışıq, xəbərçi yuxular ya da qarma-qarışıq yuxulara sahib olan bir fevral ayı başlayır. Lakin ondan sonra Merkuri sizin 7-ci evinizə keçir. Fevral ayının əsaslı mövzusu sizin üçün münasibətlərdir. Ciddi münasibətlərə bol-bol yönələcəksiniz. Evlisinizsə evliliyinizə, ortaqlıq işiniz varsa ortaqlıq işə ya da sevgilərə bol-bol fevral ayında ehtimal ki, yönələcəksiniz. Fevral ayının 10-unda isə Venera 7-ci evinizə keçir. Şans, uğur, gözəl enerjilər təmsil edən Veneranın 7-ci evinizə keçməyi, bəziləriniz üçün ailə qurmaq, evlənmək, münasibətində gözəl zamanlar keçirtmək, evliliyində şanslı bir dönəmə girmək, gözəl sevgi, eşq enerjisi ilə dolub daşımaq mənasına gələ bilər. Fevralın 10-undan fevralın 26-sına qədər sevgidən, təxminən 24-ünə qədər sevgidən yana çox şanslı, evlilikdən, ortaqlıq işdən yana möhtəşəm bir dönəmdəsiz. Fevralın 24-ündən sonrası bu dəyişə bilər. Biraz da sınaqlar, çətinliklər, problemlər və karmalar ola bilər. Düz martın
20-sinə qədər. Bundan əlavə olaraq fevral ayında Saturn sizin 7-ci eviniz sizdən çıxır bir nöqtədə sizin bürcünüzdən. Yəni balıqdan çıxır, o sizə də çox güclü təsir edirdi. Yəni fevralın 14-dən sonra yavaş-yavaş üzərinizdəki yüklər getdikcə azalmağa başlayacaq, gözünüz açılacaq, rahat nəfəs aldığınızı hiss edəcəksiniz. Bundan əlavə fevral ayının 17-sində isə 6-cı evinizdə baş verəcək güclü bir günəş tutulması sizin həm fevral ayında, həm bütün 2026-da iş həyatı ilə bağlı böyük köklü dəyişim, diyet, sağlamlıq, qidalanma və ya ev heyvanı kimi mövzularla bağlı böyük dərin dəyişimlər yaşamanıza səbəb verə bilər. Sağlamlıq da ola bilər dediyim kimi. Bu fevral ayında da ola bilər, bütün 2026 boyu da ola bilər. Çünki bu bir günəş tutulmasıdır. Yeni bir rejimə keçə bilər, yeni işə keçə bilər, yeni bir ev heyvanı ola bilər. Yəni belə şeylər ola bilər. Sağlamlığınıza qarşı da ehtiyatlı olmalısınız. Bundan əlavə olaraq əziz qız bürcləri, sırf öz bürcü qız olanlar, gəlin sizə də bəzi şeylər deyim. Əziz qız bürcləri fevral ayında biraz daha ehtiyac hissi duyacaqsınız. Əslində hər şey əlinizdə olduğu halda, bu pul da ola bilər, sevgili də ola bilər, münasibət də ola bilər. Yenə də sanki itirmə qorxusu yaşayırmış kimi bir ab-havanız olacaq. Biraz qıtlıq bilincində olmağa meyillisiniz. Ona görə sizdən istədiyim şey odur ki, bu qıtlıq bilincini bir kənara qoyun. Heç kəsə heç nə itirməkdən qorxmayın. Nə pulu, nə insanı, kimisə və gələcəyinizə uzun vadəli olaraq baxın. Yəni nəyisə itirməkdən qorxaraq, nəyisə belə narahatçılığın, sıxıntısını yaşayaraq keçirtməyin fevral ayını. Daha rahat olun, bilin ki, həyatda sizin üçün nə xeyir edirsə o olur. Biraz da axışda olun, təslimiyyətdə olun. Elə olsa həyatınız daha yaxşı olacaq. Xaricə getmək istəsəniz fevral ayı sizin üçün dəstəkləyici bir aydır. Ən yüksək xeyrinizə xidmət edəsin qız bürcləri. Videomu bəyənirsə bəyənməyi, komment yazmağı və digər qız bürclərindən də bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz tərəzi bürcləri və xüsusən yüksələn bürcü tərəzi olanlar, gəlin görək fevral ayında sizi nələr gözləyir. Əziz tərəzi bürcləri fevral ayının əsaslı gündəmlərində biraz duyğusal, biraz həssas, həm də olduqca məntiqli və ağıllı olacağınız bir enerjilər aktivdir. Fevral ayında əsaslı fokusunuz iş həyatı olacaq. Əgər işləyirsinizsə bol-bol iş həyatına yönələ bilərsiniz. Bundan əlavə olaraq sevgi, eşq, flört və uşaq kimi mövzulara da fevral ayında bol-bol yönələ bilərsiniz. Əziz tərəzi bürcləri, fevral ayının ilk zamanlarında əsaslı gündəmə gələcək enerjilər dostluqlarınız olacaq. Fevral ayında dostluqlarınızla bağlı bəzi həyatınızdan sizə uyğun olmayan dostluqlarınız çıxa bilər və ya yeni dostluqlar həyatınıza girə bilər. Dostlarınızla bağlı bəzi dəyişimlərlə qarşılaşa bilərsiniz. Bundan əlavə olaraq ümidləriniz, arzularınız, xəyallarınız, hədəflərinizə doğru da yönələcəyiniz bir aydır fevral ayı. Fevral ayının 10-undan sonrası iş həyatı ilə yana olduqca uğurlu bir dönəmə girəcəksiniz. İş həyatında yüksəliş. Amma burada karyera yolunda gedirsinizsə əmin deyiləm, amma daha çox peşənizlə məşğulsunuzsa xüsusən yüksəliş uğuru ola bilər, amma hər bir yolda uğurlu bir dönəmdir. Və fevral ayının 10-undan sonra sağlamlıq, diyet, qidalanma, günlük rutinlər, iş həyatı, ev heyvanları kimi mövzularda olduqca şanslı olacağınızı demək mümkündür. Fevral ayının 14-də isə Saturn sizin 7-ci evinizə keçir. Qarşıdan gələn təxminən 2 il, 3 il biraz daha sizin münasibət, evlilik ya da ciddi münasibətlərdə müəyyən qədər böyüyəcəyiniz, olgunlaşacağınız, dərslər alacağınız və inkişaf edəcəyiniz bir dönəm olacaq. Fevral ayının 17-sində isə 5-ci evinizdə bir günəş tutulması var. Sevgi, eşq evinizdə baş verir. Həm fevral ayı, həm bütün 2026 sevgi, eşq, hobilər, uşaqlar kimi mövzuları gündəmə gətirə bilər. Uşağınız ola bilər, əgər evlisinizsə və ya istəyirsinizsə uşaq. Bundan əlavə olaraq yeni hobilər tapa bilər, əylənə bilər, zövq ala bilər və sevgi frekansında ola bilərsiniz. Fevral ayı sizin üçün olduqca coşqulu, maraqlı və hərəkətlidir və bütün 2026-cı il əyləncəlidir. Fevral ayının 20-sində isə Merkuri retrosu, 26-sı, 20-si kimi, yəni sonlarına doğru Merkur retrosu olacaq. Bu Merkur retrosu sizin 6-cı evinizdə baş verir və İş həyatından bağlı fevralın 26-sından sonra biraz daha problemli və sıxıntılı enerjilər var. Ona görə ehtiyatlı olmalısınız, sağlamlığınıza qarşı diqqətli olmalısınız. Xüsusən bağırsaq, həzm sistemi kimi mövzular biraz daha gündəmdə olacaq və bu mövzulara qarşı biraz daha diqqətli yanaşmanızda fayda var. Sırf öz bürcü tərəzi olanlar sizin üçün də fevral ayı olduqca önəmli və vacibdir. Belə ki, sırf öz bürcü tərəzi olanlar fevral ayında biraz daha məsuliyyətləriniz arta bilər, daha çox çalışıb çabalaya bilərsiniz. İstəklərinizə, arzularınıza doğru böyük bir zəhmətlə gedə bilərsiniz. Bol-bol işləyəcəyiniz,
edəcəyiniz, bol-bol zəhmət ortaya qoyacağınız, bol-bol çalışıb çabalayacağınız bir aydır. Bu yeri gələndə iş həyatı da ola bilər, yeri gələndə münasibətlərlə əlaqədar da ola bilər. Bu çalışma, çabalama, bu zəhmət ortaya qoyma. Amma sizin üçün, yəni bol çalışmalı, bol zəhmət ortaya qoymalı. Yəni yerinizdə oturmayacağınız, nəsə eləyəcəyiniz, çox aktiv olacağınız bir aydır. Əziz tərəzilər, ən yüksək xeyrinizə xidmət eləsin fevral, möhtəşəm olsun, sevgi və işıqla qalın. Və videomu bəyənsə bəyənməyi, komment yazmağı və digər tərz bürclərini bölüşməyi də unutmayın. Əziz əqrəblər oxusundan yüksələn bürcü əqrəb olanlar, gəlin görək fevral ayında sizi nələr gözləyir. Əziz əqrəb bürcləri, fevral ayının əsaslı mövzusu sizin üçün ailə, ev, yuva mövzularıdır. Həm ailə, ev, yuva mövzularında müəyyən qədər gərginliklər yaşaya biləcəyiniz, amma həm də bol-bol ailə, ev, yuva mövzularına yönələcəyiniz bir aydır fevral ayı. Ev, fiziki olaraq ev ya da ailə ya da yuva ilə bağlı enerjilər çox bu mövzulara fokuslu olacaq sizin üçün. Fevral ayının ilk günlərində, ilk 15 günü, ilk yarısında, hətta yanvarın sonlarına doğru karyera, iş güc mövzuları daha çox gündəmdə olacaq. Əgər işləyirsinizsə, karyeranızla bağlı böyümə, dəyişim, vəzifə dəyişikliyi, transformasiya kimi mövzular özünü göstərə bilər. Bununla yanaşı iş həyatında ya da statusunuzla bağlı dəyişim küləkləri bol-bol fevral ayında əsəcək. Fevral ayında həm də fevral ayının 10-undan sonra sizin 5-ci evinizə Venera keçir. 5-ci ev nədir? Sevgidir, eşqdir, flörtdür, hobilərdir, əyləncədir və bu mövzularda çox şanslı bir dönəmə girirsiniz. Fevralın 26-sına qədər bu mövzularda olduqca şanslı olacaqsınız. Olduqca dəstəklənəcəksiniz, hətta 20-sinə, 23-26-sına qədər bol-bol dəstəklənəcəyiniz maraqlı və əyləncəli dönəmlər olacaq. Uşaq istəyirsinizsə, gözəl bir vaxtdır. Fevralın 14-də isə Saturn 6-cı evinizə keçir. Artıq 2026-cı ilin fevralın 14-dən sonraki 3 il ərzində iş həyatı, sağlamlıq, günlük rutinlər ya da diyet kimi mövzularda böyüyə bilər, olgunlaşa bilər və bəlkə zaman-zaman bəzi sınaqlarla da qarşı-qarşıya gələ bilərsiniz. Fevral ayının 17-sində isə günəş tutulması olacaq sizin 4-cü evinizdə. 4-cü ev ailə, ev, yuvadır. Ailə, ev, yuva ilə bağlı dəyişim, yaşadığınız yerlə bağlı dəyişim, yeni bir ev alma, evdə dəyişim ya da evlilik ya da yuva, ailə ilə bağlı böyük dəyişim yaşana bilər. Lakin bu sırf fevral ayında yox, bütün 2026 boyu hər hansı dönəmlərində ola bilər. Bir də ki, Merkur retronuz var. Fevralın 26-sından sonra Merkur retro sizin 5-ci evinizdədir. Eşq, sevgi, uşaq, hobilər kimi mövzulardadır. Ona görə bu tarixlərdə keçmiş sevgililəriniz qayıda bilər, eksləriniz həyatınıza təzədən girə bilər, bu tərz hadisələr yaşana bilər. Sevgi mövzuları da biraz ondan fevralın 26-sından sonra, yəni fevralın 23-22-sindən sonra biraz daha qarışıqdır. Bəs sırf öz bürcü əqrəb olanlar, fevral ayında sizin üçün də deyəcəyim şeylər var. Fevral ayında gözünüz biraz açıq olmalıdır. Sizin gözünüz həmişə açıqdır, amma ekstra açıq olsun. Fevral ayında hər hansı bir diləyiniz, arzunuz, xəyalınızla bağlı gözəl, gerçəkləşdirici, uğurlu enerjilər ola bilər. Hər hansı bir diləyiniz gerçəkləşə bilər. Dərin şəfalanma yaşaya bilərsiniz. Böyük şəfalanma, dərin şəfalanma təcrübə edə bilərsiniz. Xüsusən bir kişi ilə bağlı, bu kişiyə köhnə bir sevgiliniz ya da bir ata ya da hər hansı bir kişi fiquru ola bilər, dostunuz da ola bilər. Bu xərçəng, əqrəb, balıq bürcü ya da duygusal bir bağınız olan bir kişi ilə bağlıdır. Lakin fevral ayında biraz yalan, ikiyüzlülük, saxtakarlıqla da qarşılaşa bilərsiniz. Dost kimi gördüyünüz ya da yaxınınızda olan bir insanın yalanları, ikiyüzlülüyü ya da problemli tərəfləri ilə də qarşı-qarşıya gələ bilərsiniz. Ona görə gözünüz biraz açıq olsa yaxşı olar. Əziz əqrəb bürcüləri, fevral ayı ən yüksək xeyrinizə xidmət eləsin. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər əqrəb bürcüləri ilə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz oxatan bürcüləri və xüsusən yüksələn bürcü oxatan olanlar, gəlin görək fevral ayında sizi nələr gözləyir. Əziz oxatan bürcüləri, fevral ayının ilk 15 günündə 9-cu evinizdə baş verəcək olan dolunay sizi xaricə göndərə bilər. Yanvarın sonu, fevralın əvvəllərində xaricə gedə bilərsiniz, dini, ruhani, mənəvi mövzularda inkişaf edə bilərsiniz, böyüyə bilərsiniz. Spiritual mövzular gündəminizdə ola bilər və ya akademik mövzular, təhsillə bağlı dəyişimlər, enerjilərin ortaya çıxmağı yaşana bilər. Bu mövzular genel olaraq gündəmə gələ bilər və bu mövzularda bəlkə də bəzi tamamlanmalar ola bilər. Buna əlavə olaraq fevral ayının 10-undan sonrası Venera sizin 4-cü evinizə keçir. Ailə, ev, yuva ilə bağlı şanslı və gözəl bir dönəmə girirsiniz. Evinizi təmir edə bilər, evdə, ailədə, yuvada gözəl, huzurlu, xoş enerjilər təcrübə edə bilər, həyatın keyfini çıxarda bilərsiniz. Düz fevralın 26-sına, 23-ünə, 24-ünə, 26-sına qədər. Ondan sonra ailə, ev, yuva mövzuları, yaşadığınız yerlə bağlı biraz enerjilər qarışa bilər. Fevral ayının 14-ündə isə təbrik edirəm sizə, Saturn artıq sizə təsirini bitirir. Böyük sınaq, karma, çətinlik, mübarizə planeti olan Saturn 3 ildir ki, sizə çox sərt təsir edirdi və canınız qurtarır. Fevral ayından sonra yavaş-yavaş 2026 boyunca yüklərinizdən qurtulduğunuzu, azadlaşdığınızı və rahat
nəfəs aldığınızı hiss edə bilərsiniz. Fevral ayının 17-sində isə 3-cü evinizdə günəş tutulması olacaq. Bu baş verən günəş tutulması sizin 3-cü evinizdədir və bu yaxın çevrə, qohum-əqrəbə, qonşular, qardaş-bacı kimi mövzuları gündəmə gətirir. Bu mövzularla bağlı dəyişimlər yaşana bilər. Qohumlarınız, qonşularınız, yaxın çevrəniz ya da yeni bir təlim, təhsil kimi mövzularla bağlı köklü böyük dərin dəyişimlər yaşaya bilərsiniz, transformasiyalar təcrübə edə bilərsiniz, yeni şeylər öyrənə bilərsiniz, yeni biliklər qazana bilərsiniz. Fevral ayının 18-nə baxandasa Günəş 4-cü evinizə keçir və fevralın axırlarına doğru da Merkur retrosu başlayır. Merkur retrosu zamanı biraz diqqətli olmanızda fayda var. Ailə, ev, yuva mövzuları ilə bağlı biraz gərginliklər ola bilər. Əziz oxatanlar, fevral ayında bol-bol özünüzü inkişaf elətdirirsiniz. Olduqca dəstəkləyici və güclü enerjilər sizdə bir yerdədir. Bir də ki, sırf öz bürcü, belə deyək, oxatan olanlar, sizə də deyəcəyim bəzi sözlərim var. Öz bürcü oxatan olanlar fevral ayında xaricə gedə bilər, gəzə bilər, səyahət edə bilər, yeni yerlər görə bilərsiniz. Bir dənə xəyal qırıqlığı yaşaya bilərsiniz, amma unutmayın, bu xəyal qırıqlığı sizin ən yüksək xeyrinizə xidmət edəcək. Yəni sizin həyatınızda olmamalı olan bir şeylər artıq həyatınızdan çıxa bilər. Bu biraz sizi üzə bilər, incidə bilər, amma yol sizin üçün aydın və işıqlıdır. Bunu unutmayın. Maddi mövzularla bağlı yeni qapılar açıla bilər, gözlədiyiniz pul gələ bilər, yeni bir addım ata bilərsiniz, hədəflərinizə, arzularınıza böyük bir güclə gedə bilərsiniz. Yaşayacağınız yüngül xəyal qırıqlığında əlinizdəki şeylərin hamısı əlinizdən çıxmayacaq, əlinizdə olan şeylər olacaq və yolunuz aydın və gözəl olacaq. Ona görə də yaşayacağınız o yüngül sarsılma nədirsə, buna sevgi və işıqla yaxınlaşın, rahat olun, huzurlu olun, hər şey sizin xeyrinizədir. Arzulayıram ki, fevral ayı sizin üçün möhtəşəm olsun. Videomu bəyənməyi, komment yazmağı və digər oxatan bürcləri ilə bölüşməyi unutma. Sevgi və işıqla qalın. Əziz Oğlaq bürcləri və xüsusən yüksələn bürcü Oğlaq olanlar, gəlin görək fevral ayını sizi nələr gözləyir. Əziz Oğlaq bürcləri, fevral ayının ilk zamanlarında, xüsusən də ilk 15 günündə borc, kredit, ortalıq işdən gələn qazanclar, spiritualizm, ruhsal mövzular, travmalar, psixologiya, bu tərz mövzular gündəmə gələ bilər. Borc kreditlərlə bağlı bir tamamlanma yaşana bilər və ya bu mövzular gündəmə gələ bilər. Yoldaşın qazancı bol-bol gündəmə gələ bilər. Buna əlavə olaraq etdiyiniz ruhani praktikalar, enerji çalışmaları və s. daha güclü işləyə bilər. Biraz travmatik enerjilər var, diqqətli olmağınızda fayda var. Bundan əlavə olaraq da cinsel enerji də olduqca yüksək olacaq. Fevral ayının 10-undan sonrası Venera sizin 3-cü evinizə keçir. Yaxın çevrə, qohum-əqrəbə, qonşu, qardaş, bacı kimi insanlardan yana bol-bol dəstəklənəcəksiniz. Yaxın çevrənizdən yana qəşəng dəstəklər ala bilərsiniz. Bu xüsusən yaxın çevrənizdə olan qadınlarla əlaqədar ola bilər. Yeni təlimlər ala bilər, yaxın yol səyahətləri edə bilərsiniz, özünüzü inkişaf elətdirə bilər və bol-bol zövq ala bilərsiniz. Fevral ayının 14-də isə Saturn keçir 4-cü evinizə. Qarşıdan gələn 3 il ərzində əsaslı mövzunuz ailə, ev, yuvadır və bu mövzularda böyüyəcəksiniz, olğunlaşacaqsınız, bəlkə zaman-zaman bəzi sınaqlarla da qarşı-qarşıya gələcəksiniz. Fevral ayının 17-sində isə 2-ci evinizdə bir günəş tutulması var, pul evi. Bu deməkdir ki, fevral ayında ya da bütün 2026 boyu maddi mövzularda çox böyük dəyişim yaşaya bilərsiniz. Bu, bəlkə də artıq 2025-in sonundan başlayıb. Bu, karmavızdan və doğum xəritəvizdən asılı olaraq yaxşı ya da pis olaraq özünü göstərə bilər. Amma maddi mövzuların bol-bol gündəmə gələcəyi və çox böyük dərin dəyişimlər yaşana biləcəyi, pul axışınızda böyük transformasiyaların ola biləcəyini demək mümkündür. Bundan əlavə, fevral ayının 26-sındasa 3-cü evinizdə Merkur retrosu var. Təxminən fevralın 22-23-ündən sonra yaxın çevrə, qohum-əqrəbə, qonşu, qardaş, bacı kimi insanlardan yana sıxıntı, problem, çətinlik, yanlış anlaşılmalar yaşamağa meyillisiniz mart ayının 20-sinə qədər. Ona görə də bu dönəmlərdə yaxın çevrənizdə biraz daha diqqətli olun və ağzınızdan çıxan sözlərə biraz daha ehtiyatlı olun, əziz Oğlaq bürcləri. Bundan əlavə olaraq, əziz Oğlaqlar, fevral ayında sırf öz bürcü Oğlaq olanlar sizə də demək istədiyim bir şeylər var. Fevral ayında olduqca güclü hiss edəcəksiniz özünüzü, enerjiniz belə deyək, olduqca qüvvətli və yaxşı olacaq. İstəklərinizə doğru gedəcəksiniz və fevral ayında bir qutlama, parti, nişan, toy, əyləncə belə bir şeyin içində ola bilərsiniz. Demirəm özünüz evlənirsiniz, bəlkə də özünüz də evlənərsiniz, nə bilmək olar, amma belə şanslı gözəl enerjinin içində olacaqsınız. Sadəcə bir dostunuzdan, bəlkə bu şir bürcüdür, bəlkə bu bir qadındır ya da bəlkə bu belə bir isti-isti davranan, gülər üzlü bir nəfərdir. Bir xoş olmayan bir şey görə bilərsiniz. Biraz gözünüz açıq olsun, sırf bu dediyim insana qarşı. Biraz tam da xoşunuza gəlməyən ya da biraz ikiyüzlülük kimi bir şeyə məruz qala bilərsiniz. Amma onun xaricində gözəl və şanslı, maraqlı bir dönəmdir fevral ayı. Ən yüksək xeyrinizə xidmət edəsin, əziz Oğlaq bürcləri. Fevral ayı möhtəşəm olsun. Videomu bəyəndinizsə bəyənməyi, komment yazmağı və digər Oğlaq bürcləri ilə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz Dolça bürcləri və xüsusən yüksələn bürcü Dolça olanlar, gəlin görək fevral ayını sizin nələr gözləyir. Əziz Dolça bürcləri, fevral ayının ilk günlərində 7-ci evinizdə bir dolunay var. Evlilik, ailə qurma,
ciddi münasibətlərlə bağlı dəyişim, tamamlanma və ya ortalıq işlər. Bu tərz mövzulardan biri ya da bir neçəsi gündəmə gələ bilər. Yanvarın sonu və fevralın ilk yarısına qədər bu mövzular gündəmdə olmağa daha meyillidir. Ona görə də bu ərəfədə evlənə bilərsiniz, ailə qura bilərsiniz. Amma dolunaylar bunun üçün əslində kifayət deyil ailə qurmaq üçün. Amma sizin 2026-cı ilinizdə 7-ci ev tutulmalarınız olacaqdır. Ümumiyyətlə dolçalar 2026-da evlənə bilər ya da evliliyində dəyişim yaşaya bilər. Bu bəziləri üçün boşanmaq mənasına da gəlir. Amma bəlkə də hansısa münasibətlərin kökləri ilə fevral ayında atılacaq, nə bilirik. Yəni ki, bu mövzular, ciddi münasibətlər gündəmdədir. Fevral ayının 10-undan sonra pullu dönəmə girirsiniz. Fevral ayının 10-undan sonra bolluq, bərəkət, rifah sizlə bir yerdədir. Maddi durumunuzda artış yaşana bilər. Daha çox bərəkətlənə bilərsiniz. Lüksə, özünüzə, zövqə, həzzə daha çox pul xərcləyə bilərsiniz. Bolluq və bərəkət fevral ayının 10-undan sonra sizdədir. Bolluğun, bərəkətin keyfini çıxardın. Bir damcı fevralın 26-sı kimi, 24-26-sı kimi o vaxta qədər daha bərəkətlidir. Ondan sonra biraz Merkur retrosu, biraz pul çıxmağı və s. də səbəb ola bilər. Gələ də bilər, çıxa da bilər. Amma fakt fevralın 10-undan 22-si, 23-ünə qədər ekstra bərəkətli bir dönəmdəsiz, xəbəriniz olsun. Fevral ayının 14-ündə isə Saturn sizin 3-cü evinizə keçir. Bir yaxşı, bir də daha az yaxşı xəbərim var. Yaxşı xəbərim odur ki, pulla bağlı sınaqlarınız, çətinlikləriniz və zorluqlarınız yavaş-yavaş bitəcək və 2026-dan sonra belə rahatlayacaqsınız. Xüsusən fevralın 14-ündən sonra. Bu yaxşı xəbərimdir. O qədər də yaxşı, belə lap bomba olmayan xəbərim də odur ki, qohum, qonşu, yaxın çevrə, qardaş bacı ilə bağlı sınaqlarınız başlaya bilər. Fevral ayının 17-sində isə 1-ci evinizdə, öz bürcünüzdə bir ədəd günəş tutulması var. Bu çox güclü bir təsirdir. Xarici görünüşünüzlə bağlı böyük köklü dərin dəyişim yaşaya bilər, transformasiya təcrübə edə bilərsiniz, özünüzdə çox böyük dərin dəyişimlər yaşaya bilərsiniz. Yəni kilonuz, bədəniniz, özünüz, həyatınız, geyiminiz, yolunuz, münasibətləriniz çox böyük dərin dəyişim yaşaya bilərsiniz. Bu sadəcə fevralda yox, bütün 2026-ya aiddir. Buna əlavə olaraq başqa da deyəcəyim bir şey yoxdur. Ayın sonlarına doğru maddi olaraq biraz daha diqqətli olmağınızda fayda var, amma yenə də bərəkətli enerjilər sizlə bir yerdədir. Bundan əlavə, əziz, sırf özbürcü dolçu olanlar, fevral ayında sizə də demək istədiyim bir şey var. Fevral ayında çox uğurlu və şanslısınız. Uğurlu, gözəl, şanslı enerjilər sizlə bir yerdədir. Buğa bürcləri sizin üçün fevral ayında ekstra gözəl və dəstəkləyici enerjilərlə gəlib. Buğa bürcü insanlarda yana dəstək görə bilərsiniz. Bundan əlavə olaraq iş həyatındakı önəmli, güclü bir qadın figurundan yana dəstək görə bilərsiniz. Ya da pula önəm verən bir qadından əlaqədar. Bundan əlavə Şirbuğa, Əqrəb, Dolça bürclərindən dəstək görə bilərsiniz. Uğur, şans sizdən yanadır. Bolluq və bərəkət içində hiss edə bilərsiniz. Rifah, xoşbəxtlik, hüzur, gözəl enerjilər sizdən yanadır. Böyük qapılar açıla bilər. Uğurlar sizlə bir yerdə ola bilər. Alqışlar ala bilərsiniz. Əl üstünə tutula bilərsiniz. Sevilə bilərsiniz. Fevral ayı sizin üçün möhtəşəm enerjiləri özlərində daşıyır. Mükəmməl olsun fevral ayı. Sizin üçün ən xeyirli, ən gözəl şəkildə. Əziz dolçalar, videonu bəyənirsə bəyənməyi, komment yazmağı və digər dolça bürcülərindən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz balıq bürcüləri və xüsusən yüksələn bürcü balıq olanlar, gəlin görə fevral ayının sizi nələr gözləyir? Əziz balıq bürcüləri, fevral ayının ilk günlərində, xüsusən də ilk 15 günündə 6-cı evinizdə baş verəcək olan bir dolunayımız var. Bu dolunay sizin iş həyatınızı gündəmə gətirə bilər. İş həyatı həyatınızda bol-bol fevral ayında gündəmə gələ bilər. Sağlamlıq, iş, günlük rutinlər, ev heyvanları kimi məqamlar genel olaraq fevral ayının ilk günlərinin əsaslı gündəmləridir. Fevral ayının 6-sında Merkur 1-ci evinizə keçir, hərəkətlənirsiniz. Fevral ayı sizin üçün çox aktiv keçəcək. Yerinizdə oturmayacaqsınız, xüsusən fevralın 6-sından sonra. Oradan ora, buradan bura belə bol-bol hərəkətlənəcəyinizi demək mümkündür. Və əziz balıq bürcləri, fevral ayının 10-unda 1-ci evinizə Venera keçir. Sevginin, eşqin, pulun, bolluğun, bərəkətin planeti gəlib sizin 1-ci evinizə gəlir. Şans, bolluq, bərəkət, gözəl enerjilər sizdən yanadır. Fevral ayının 10-u son dərəcədə şanslı bir enerji başlayır və bir aya yaxın davam edəcək. Bu ərəfədə bolluğunuz, bərəkətiniz arta bilər. İnsanlar sizi daha çox bəyənə bilər. Sevgi yollarınız açıla bilər. Komplimentlər, təriflər, yəni hər şeyin ən gözəlini yaşayacağınız, bol-bol zövq alacağınız möhtəşəm bir dönəm olacaq. Fevral ayının 14-ndə təbrik edirəm. Saturn sizin bürcünüzdən çıxır. Canınızı rahatlayacaq. Artıq balıq bürcündə idi. 3 ildə balıq bürcündə idi. Karma ödürdünüz, zaman-zaman biraz sürünürdünüz. Artıq sürünməyəcəksiniz. Artıq gözəl bir dönəm başlayır.
Güllük gülistanlıqdımı deyə bilmərəm, amma ən azından böyük ağır karmalar və çətin sınayıcı enerjilər sizin üzərinizdən çıxıb gedir və rahatçılıq, huzur taparsınız. Fevral ayının 17-sində isə bir ədəd 12-ci evinizdə günəş tutulması var. Ruhani, spiritual, mənəvi mövzularda böyük dərin dəyişimlər yaşama, böyük transformasiyalar təcrübə eləmə, güclənmə, mənəvi, ruhani olaraq dərin dönüşümlər yaşama ehtimalınız var. Şuuraltınızın qapıları açılacaq, özünüzlə bağlı dərin şəfalanma təcrübə eləyəcəksiniz. Olduqca mənəvi, ruhani, güclü bir dönəmə girəcəksiniz. Fevral ayının 18-də isə birinci evinizə günəşin keçməyi ilə belə par-par parıldayacaqsınız, iş olacaqsınız və fevralın 18-dən martın 20-sinə qədər olan periodda çox işıltılı olacaqsınız. Fevralın sonlarına doğrusu 26-sı, 24-ü, 23-ündən sonrasa biraz da sınaqlar, zorluqlar, mübarizələr, beyin qarşılıqları ola bilər. Çünki Merkur retrosu başlayır və sizin bürcünüzdə, balıq bürcündə Merkur retrosu olacaq. Sırf öz bürcü balıq olanlar sizə də demək istədiyim bəzi şeylər var. Fevral ayında böyük bir bitiş yaşaya bilər, dərin dəyişim yaşaya bilər, karmalarınızla üzləşə bilər, köklü böyük transformasiya təcrübə edə bilərsiniz. Hədəflərinizə, arzularınıza gedərkən bəzi şeyləri kəskin bir şəkildə bitirə bilərsiniz. İlahi ədalətin enerjisi çox kəskin işləyəcək və nə bitməlidir, nə davam etməlidir, bunu çox yaxşı anlayacaqsınız. Köklü, güclü, dərin transformasiya, ilahi karma və böyük irəliləmə enerjisi sizdən bir yerdədir. Həm sərtdir, amma həm də güclü enerjilər sizdən bir yerdədir. Əziz balıq bürcüləri, videomu bəyənirsə bəyənməyi, komment yazmağı və digər balıq bürcüləri ilə vəzifəyi unutmayın. Sevgi və işıqla qalın. Əziz bütün bürcülər, fevral ayı möhtəşəm olsun. Günəş tutulmamız xeyirli, gözəl, möhtəşəm olsun. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.